Salam müəllimlər. Bugünkü mövzumuz layihə əsaslı öyrənmədir. Layihə əsaslı öyrənmə şagird mərkəzli təlim modellərindən biri olub, sorğuya əsaslanan aktiv öyrənməni vurğulayan konstruktiv yanaşmadır. Layihə əsaslı öyrənmə müxtəlif fənləri, real situasiyalara inteqrasiya edir. Bu metodun əsasında şagirdlərin nəzəri biliklərini praktik təcrübələrə tətbiq edərək peşəkar bacarıqlar əldə etməsi durur. Layihənin müddəti bir dərsdən bir neçə həftəyə qədər ola bilər. Bu, layihənin məqsədindən asılıdır. Müəllimlər, layihə əsaslı öyrənmənin aşağıdakı əsas mərhələləri var. Birinci, problem müəyyənləşir, problemin həll yolları təklif edilir, həllin prototipi hazırlanır, təqdimət olur, mütəxəssis, müəllim və həmyaşıdların rəyi əsasında təkmilləşdirilmə. Layihə əsaslı öyrənmə modelini tətbiq edərkən müəllim şagirdləri komandalara bölür. Komandalar maraq dairələrinə uyğun mövzu seçə bilirlər. Komanda əvvəlcə ümumi bir mövzu seçir və oradan alt mövzular müəyyənləşdirilir. Problemi müəyyənləşdirmək üçün müəllim aparıcı suallar seçir. Bu suallar açıq suallar olur. Şagirdləri problemin müəyyən edilməsi və həllinə istiqamətləndirir. Məsələn, bu mövzunu nə üçün seçmisiniz? Bu problemin yaranma səbəbləri nədir? Hansı nəticəyə nail olmağı planlayırsınız? Sonra şagirdlərə problemin həlli ilə bağlı fikir irəli sürməyə, müzakirə etmək imkanı yaranır. Yəni, heç bir fikir mühakimə olunmur, beyin həmləsi, əqli hücum. Hər kəsə öz fikrini səsləndirmək imkanı verilir. Növbəti mərhələdə layihənin prototipi hazırlanır. Prototip müxtəlif formada ola bilər. Maket, eskiz, rollu oyun, hekayə lövhəsi və s. Prototiplərin hazırlanması məqsədi təklif edilən ideyaların problemin həllinə uyğun olub-olmadığını müəyyənləşdirməkdir. Proses boyunca mövcud vəziyyəti müəyyənləşdirmək üçün aşağıdakı suallar verilə bilər. Layihə indiyə qədər necə davam edib? Qarşılaşdığınız hər hansı bir problem varmı? Varsa təsvir edə bilərsinizmi? Layihənin aydın olmayan və qeyri-müəyyən görünən cəhətləri varmı? Prototip hazırlandıqdan sonra şagirdlər öz işlərinin necə olduğunu yoxlamaq üçün onu sınaqdan keçirirlər. Sınağın nəticələri şagirdlərə gördükləri işlə bağlı rəy verir və buna əsasən onlar işlərini təkmilləşdirirlər. Layihə əsaslı öyrənmənin baxaq əsas prinsiplərinə. Müəllimlər, aşağıdakı prinsipləri var. Aktuallıq, yəni layihə əsaslı öyrənmə biliklərin real situasiyalara tətbiqini vurğulayır. Əməkdaşlıq var, yəni aktuallıq müəllimlər real situasiyalara tətbiqdir. Yəni real situasiyalardan götürülür. Əməkdaşlıq, yəni şagirdlər komandada işləyir, ünsiyyət və komandada işləmək bacarıqlarını inkişaf etdirirlər. Sorğu və araşdırma. Layihə əsaslı öyrənmə şagirdləri sual verməyə, mövzuları müstəqil araşdırmağa təşviq edir. Bu təkcə şagirdlərin maraq dairəsini əhatə etmir, həm də tədqiqat və araşdırma bacarıqlarını inkişaf etdirir. Tənqidi düşüncə. Problemin həlli layihə əsaslı öyrənmənin əsasını təşkil edir. Şagirdlərdən tənqidi düşünmə bacarıqlarını inkişaf etdirərək məlumatları təhlil etmək, potensial həll yollarını qiymətləndirmək və əsaslandırılmış qərarlar qəbul etmək tələb olunur. Müstəqil öyrənmə. Layihə əsaslı öyrənmə şagirdlərə öyrənmələrinə nəzarət etməyə imkan verir. Onlar məqsəd qoyur, vaxtlarını idarə edir və layihəni təkmilləşdirərək öz-özünə öyrənməni təşviq edirlər. Yəni, müstəqil öyrənmə şagirddən metakognitiv bacarıq tələb edir. Yəni, şagird layihəni təkmilləşdirərək öz-özünə öyrənməni təşkil edir. Layihə əsaslı öyrənmənin aşağıdakı üstünlükləri var. Layihə əsaslı öyrənmənin praktik və interaktiv xarakteri şagirdlərin marağını cəlb edir. Onları öyrənmə prosesi boyunca motivasiyada saxlar, yəni şagirdləri motivasiya edir, həvəsləndirir, cəlb edir. Biliyin uzun müddətli saxlanması. Şagirdlər biliyi praktik şəraitdə tətbiq etdikdə pasiv öyrənmə metodlarından fərqli olaraq məlumatı saxlamaq və mənimsəmək ehtimalı daha yüksəkdir. Gələcəyə hazırlıq. Layihə əsaslı öyrənmədə şagirdlərdə tənqidi düşünmə, problemlərin həlli və effektiv ünsiyyət kimi gələcək həyatlarında uğur qazanmaq üçün vacib olan bacarıqları formalaşdırır. Fənlər arası inteqrasiya. Birdən çox fənni bir layihəyə inteqrasiya etməklə layihə əsaslı öyrənmə konsepsiyaların və onların bir-birinə bağlılığının vahid başa düşülməsini təşviq edir.
Aşağıdakı layihə nümunəsinə baxaq. Layihənin məqsədi məktəb üçün bərpa olunan enerji sistemini layihələndirmək və həyata keçirmək. Baxaq konsepsiyalarına. Əsas konsepsiyalar: 1. Enerji ötürülməsi və çevrilməsi. 2. Elektrik sxemləri və sistemləri. 3. Termodinamika. 4. Kinematika və dinamika. 5. Ətraf mühitə təsirin qiymətləndirilməsi. Layihənin mərhələləri. 1. Araşdırma və təklif. Şagirdlər müxtəlif bərpa olunan enerji mənbələri, yəni biz bilirik günəş, külək, su üzrə araşdırmalar aparırlar. Onlar yerli iqlim, coğrafiya və mövcud resurslar əsasında hər bir mənbənin mümkünlüyünü təhlil edirlər. Komandalar seçdikləri enerji mənbəyini və seçimlərinin səbəblərini əks etdirən təkliflər hazırlayırlar. 2. Dizayn və planlaşdırma. Fizika prinsiplərindən istifadə edərək şagirdlər enerji istehsalı, səmərəliliyi və ətraf mühitə təsir kimi amilləri nəzərə almaqla bərpa olunan enerji sistemini layihələndirirlər. Onlar günəş panelləri, külək turbinləri, generatorlar kimi tələb olunan komponentləri hesablayır və ümumi sistemin arxitekturasını planlaşdırırlar. Prototipin hazırlanması və sınaq. Şagirdlər asanlıqla əldə olunan materiallardan istifadə edərək bərpa olunan enerji sisteminin kiçik miqyaslı prototipini qururlar. Onlar öz prototiplərinin səmərəliliyi və funksionallığını yoxlamaq üçün eksperimentlər aparır, nəticələrə əsasən dizaynlar hazırlayırlar. Məlumatların təhlili. Şagirdlər enerji, hava şəraiti və sistemin performansı kimi dəyişənləri nəzərə alaraq təcrübələrindən məlumatları toplayır, təhlil edirlər. Onlar öz layihələrini şərh etmək üçün riyazi model və fizika anlayışlarından istifadə edirlər. İcra. Uğurlu prototiplərinə əsaslanaraq şagirdlər öz məktəblərində tam miqyaslı bərpa olunan enerji sisteminin tətbiqi üçün plan yaradırlar. Təqdimat. Komandalar öz dizaynlarını, məlumat və həyata keçirmə planlarını nümayiş etdirərək layihələrini təqdim edirlər. Hər bir komandaya layihə boyu tətbiq olunan fizika prinsipləri, üzləşdiyi problemlər və öyrənilən dərslər haqqında düşünür. Qiymətləndirmə. Bu layihə üçün qiymətləndirmə meyarları aşağıdakıları əhatə edir. Deməli, komandada əməkdaşlıq və ünsiyyət bacarıqları, dizayn və təhlildə tətbiq olunan fizika prinsiplərinin dəqiqliyi, prototipin funksionallığı və səmərəliliyi, təqdimat və icra planının aydınlığı, effektivliyi. Faydaları. Şagirdlər praktiki fəaliyyətlərdə fizika anlayışlarını daha dərindən başa düşürlər, layihə tənqidi düşünməyə, problem həll etməyə və komandada işləməyə təşviq edir, şagirdlərdə ekoloji məsuliyyət inkişaf edir. Layihələrin çox mürəkkəb olmasına ehtiyac yoxdur. Çox vaxt sadə layihələrdə şagirdlərə məzmun və təcrübə əsasında əlaqə yaratmağa imkan verir.